A, B, S. A bucağı alfa, B bucağı 2 alfa, BC 5K qeyd edirəm. AC 6K bunu da qeyd edirəm. Olarsa kosinus bucağını soruşur. Bucaq qarşısındakı tərəf aydın məsələ sinuslar teoremi. Yəni yazmaq olar ki, 5K bölünsün sinus alfa bərabərdir. 6K bölünsün sinus əslində 2 alfa. Buradan əslində K ilə K ixtisar getdi. Nə qaldı o zaman? 5 bölünsün sinus alfa bərabərdir. 6 bölünsün. Sinus 2 alfanın üstünü atsam 2 sinus alfa vurulsun kosinus alfa. Sinus alfalar da buradan ixtisar getdi. 2 ilə 6 getdi. Burada 3 qaldı. Yəni nə almış oldum o zaman? 5 kosinus alfa bərabər nəsə 3'ə. O zaman kosinus alfa bərabərdir 3 bölünsün 5'ə. Bizdən də elə A bucağının kosinus soruşurdu. O da elə 3 bölünsün 5, yəni 0,6. C variantı doğru cavab.